Hazreti Peygamber sallallahu aleyhi ve aleyhi ve onun pak əhl-i beyti, Allah'ın salamı olsun onlara. Onların fəziləti, məqamı o qədər yüksəkdir ki, insan düşüncəsi, zehinlərimiz onları dərk etməkdə çox acizdir və dil acizdir ki, onları vəsf etsin. Allah təbarək və Teala onların barəsində neçə Qur'an-ı Kərimdə ayələr nazil edibdir. Belə ki, Həzrət Peyğəmbər əleyhissalamı Allah meyraca aparmaq qissə ki, o əhvalat Qur'an-ı Kərimdə bir neçə yerdə, yəni Nəzm surəsi və daha İsra surəsi. Allah özünə təriflə Subhanə kəlməsi ki, Həzrət Peyğəmbər əleyhissalamı meyraca aparmağına görə Allah Teala özünə təriflə başlayıbdır ki, o da Peyğəmbər əleyhissalamın əzəmətini bəyan edən, Allah yanında məqamını bəyan edən ayələrdən biridir. Suala gəldikcə, bəs Əhl-i Beytin şiələrinin məqamı, Peyğəmbər əleyhissalamın Əhl-i Beyti, övladı, o ağacın səmərəsi Əhl-i Beyt əleyhissalamdır və şiələri də o ağacın yarpaqlarıdır.